Selamünaleyküm əziz və dəyərli izləyicilər. Gördüyümüz kimi 51 səviyyə bələdiyyə 7 hesabımdır. Demək olar ki, maksaz qalıb. Böyük hesablarım olduğuna görə bu hesabı arada girirəm ki, klan savaşlarına girəm. Deməli, klana nəzər yetirsək, Real hesabı var, Sirafil Siyazan hesabı var, Miri 53 hesabı var, bir de Talha 2 Azər hesabı var. Bu Talha 2 Azər hesabını arası bir 7 il, 6 il bundan əvvəl bələdiyyə yarı faiz endirim gəlmişdi. Hər şey yarı faiz endirim onda asmışdım. Sözümüz onda yox. Təbii ki, klan savaşları gördüyümüz kimi başlamışıq. 14 saat 23 dəqiqə qalıb bitməsinə. Onlar birinci yeri bizdən girib 73% alıb birinci yerimizdən. Ancaq qalan yerləri 3 ulduz aldılar. Ancaq biz onlardan fərqli olaraq mən ikinci sırada olan hesabımdan girdim rəqibdən 3 ulduzumu aldım. Yəni bu da oyunun təkrarı. Əvvəlcə 2 dənə elektronu sol tərəfdən bırakırıq. Heç vaxt F2 yürüyüşünü atmalı, yəni tələsmək lazım deyil. Nə qədər ki elektronu məsəl üçün vuran nəsə yoxdur məsəl üçün çalışır F2 yürüyüşünü atmalı. Bu öyle elektronu üçün bırakdan işləsin. Yəni gördüyünüz sözü elektronu məsəl üçün oxçu kulləsi olsun, gürültü kulləsi olsun. Vurur, önündə başlayın gürültünü atmağa. Mənim arası 6-7 bundan yabağı bir dostum buna uyğun video çəkmişdi. Mən də ona uyğun istədim ki, birini də özümü çəkəm. Çok maraqlı olsun, yəni flash sevənlər çoxdur. Mən özüm bu oyunu 2016 ildən oynayıram. Hal-hazırda 2025-ci ildir, Mart ayının 12-si, 9 ildir. Gördüğünüz kimi 3 videonu az qalır 89%. Mən əslində istədim bayaqlar canlı çəkim videoya. Prosto ki şərait imkan vermədim. Necə qaldı. Gələcəkdə növbəti videolarımızda olacaq canlı klan savaşları. Gördüyünüz kimi bu öz qaydasında. Yəni bu savaş taktikasıdır. Bunu elə belə bir dənə göstərdim izləyicilərə. Deməli, indi bələdiyyə 7 hesabımızla bu hesabla canlı klan savaşı edəcəyik. Ordumuz düzdür, fərli ordu yoxdur. Ancaq çalışacağıq bacardığımız qədər əlimizdən gələnin ən yaxşısını eləyək ki, o izləyicilər də baxıb bilməyənlər nəsə öyrənsinlər. Əvvəlcə orduya əjdaha qoyuruq. Yəni mənim favoritim İldirimdir. İndi bir dənə baxaq, çoxdan oynamam. İldirimin görə 240 hasarı var. Bələdiyyə 7 hesabının ki, bunu minəşqətdir. Məncə 5 dənə İldirim bəs eləyir dağıtmağa. Oysa kapasite söhbət olduğuna görə 6 İldirim qoymuşam. Deməli bunu qoyduq öz qaydasında. Dəstək istəyirəm. Bir dənə yüksək səviyyə əjdaha istəyirik. Bu da mənim demək olar ki, max hesabımdır. Real adını daşıyır. Bu hesabını inşallah gələcəkdə canlı klan savaşlarını təqdim edəcəm. Bir dostum var idi. Onunla mənə yadigardır. Bu Real hesabı. O mənə verəndə bunu 148 səviyyə. Neyse gözümüz onda yox. Qaydırıq.
Gələk 7 hesabına. Vaxt məcbur ordunu bitirib. Rəqibə ilk öndə gözlülük yapmaq lazımdır ki, nəyi necə eləmək lazımdır. Gördüyünüz kimi burada ikisi yaxındır bir-birinə. Hava savunmalarının. Bu oju rəqibin bir açığıdır. Rəqib özü deyirsən yaxşı oynayan deyil. Bilgisinə baxırıq. Kapasite doludur. Neyse olsun, yəni bir şey deyil. Uzaq başa ejderha çıxdı ya da ki yerinə gedən hansısa bir birlik. Biz də məqsədə uyğun olaraq elə eləməliyik ki, daha çox hasar verək. 1, 2, 3, 4, 5. Öz yerində, öz qaydasında. Verin burada. İlk sırayla hamısı bırakırıq oradan. Qalan birlikləri isə burada bizim ən cüzdür qızlarımız. Daha olduğuna görə onu çalıştığım qədər arxadan bırakmalıyım. Ancaq nəsə olsun. Ki bu onun canı gelməsin. Ancaq mən elə biləm ki, bu hesabdan üstünlük gələcək. Çünki savunmanın özü 70-60% məhv olur. Əsas düşən gibi düşən məhv oldu. Çox qəbul etsin. Qıraqlara baxırıq ki, qıraqlarda Maxibadan nəsə var, yoxdur. Gördüyünüz kimi yoxdur. Onu da bıraxıram. Ehtiyac olmadığına görə Barbarkalı vaxtından əvvəl işlə tıklanır. Çox rahat bir klan savaşı. Qələbi 7 hesabına. Hızlı eğitimdən orada eğitirik. Bir tane tezbazar buna gözçülük yapıp zayıf bir hesap olduğunu görürük. Ve vaxt itirmədən tezbazar digər hesaba keçid eləyib. Mən də elə həmişəki kimi öz güclü hesabımda da ejderha, yıldırım, öfke, dondurma büyüsündən istifadə edərək savaşlarımı eləyirəm. Yəni bir təcrübə edən izləyicilərimiz üçün ki, bilməyən izləyicilər üçün yəni savaş necə edilə bilər, hansı taktikalar var. Burada əsas orduya baxmaq lazım girməmişdən qabaq ki, orada hazır olsun. Girərsən tezbazar savaşa, görərsən ki, ordu yoxdur. İzləyicilərin qabağında bir abırsızlıq olar. Orduya bir daha son dəfə nəzarət edib giririk savaşa. Savaşa mənə ən çox lazım olan burada bu 3 dənə mərkəz müdafiə xəttidir ki, həmin mərkəz müdafiə xəttin məhv elədik və gördüyünüz kimi yarı faizə indirdik. Gördüğünüz kimi savaşımız özü sonlanacaqdır. Və bu arada videonun şəkli hazırladı. Mən İstəmli Azər. İnşallah yaxşı izlənmə gəlsə, gələcəkdə videolar çəkəcək.
Yəni mən indinin oyuncusu deyiləm. Məni qarışdıra var qəbərlər, klaş oynayan vaxtları. YouTuber oydu, biz ona baxıb öyrənmişik. Onun vaxtlarını hələ o klaş oynayandan baxmışam, YouTube həvəsim olub. Gördüyünüz kimi rəqibi 15-14 hesabı ilə məğlub edirik və ən sonunda qalib tərəf biz olacağımıza inanırıq. Axırında da bu klanda eləyib, klan savaşı eləyib 375 gün öncə. Məncə gözəl bir zəfər. Əla olar. Neyse əziz izləyicilər, sağ olun, salamat qalın. Videonu hazırladı mən Rüstəmli Azər. İnşallah gələn videolarda görüşmək ümidi ilə.